Salam əziz abituriyentlər və müdavimlər. Bugünkü əsərimiz İsmail Şıxlının Namərd Gülləsi əsəri olacaq və onun təhlilini eləyəcəyik. Birbaşa hadisələrin gedişatına baxaq. Deməli, əsərdə hadisələr Niftalı Koxa adlı bir kişinin həyatından danışılır və Niftalı Koxalığa keçəndən sonra kənd içində daim səksəkə içində yaşayır. Çünki Koxalıq vəzifəsi elə bir vəzifə idi ki, o kənddə bacada dövlət əleyhinə fəaliyyət göstərən insanları, necə deyirlər, dövlətə təhvil verməli idi, xəbər verməli idi və buna görə də düşmənləri artmışdı. Özü də öz vəzifəsindən onsuz da narahat idi. Ən çox qorxusuna səbəb isə Kərəm adlı bir insandır. Kərəm kimdir əsərimizdə? Kərəm bir qaçaqdır. Qaçaq olduğu üçün də eşidəndə ki, Niftalı Koxa olub, xəbər göndərmişdi ki, Niftalı qarşıma çıxmasın. Amma Kərəmdən elə də çox gileylənmirdi. İki dənə səbəb var. Bir, Kərəm Dilizan dərəsində olduğunu ehtimal edir. Yəni, bura uzaqdır. İkinci səbəb də bu idi ki, indi məsələn, Niftalı Koxa əsərinin əvvəlində atından düşür, dincəlmək istəyir. Havaların isti olmasına baxmayaraq, atın yəhərini aşağı salmırdı ehtiyat elədiyindən. Birdən hücum eləsələr, qaçmağa və yaxud da döyüşməyə hazır olsun. Amma yenə də Kərəmdən qorxmurdu ona görə ki, Kərəm heç vaxt əli silahlı olmayan adama atəş açmazdı. Bu, kişilik məsələsi idi. Onun ən çox qorxduğu isə mürşid idi, gəlmə mürşid. İndi birazdan biz toxunacağıq niyə gəlmə mürşiddən qorxurdu. Deməli, ümumiyyətlə, onun yaşadığı kətdəki insanlar yaylağa köçmüşdü. Bircə taxılçılar qalmışdı. O da taxılçılara baxıb görürdü ki, taxılçılar da indi taxılını biçəndən sonra onlar da pulunu alıb, buğda üdüb, uşaqları üçün aparacaqdılar. Niftalı Koxa da kəndə getməli idi. Gəlmə mürşid isə kim idi? Gəlmə mürşid uşaqkən Niftalı gilin darvazasına gələn balaca bir dənə oğlan idi. Deməli, bir axşam bir darvazaları döyülür. Atası ilə Niftalı çıxıb darvazaya görürlər ki, balaca bir dənə oğlan var. Başında tükləri tökülmüş bir papaq var, əlində bir əsa var, belində də köhnəlmiş bir bürk var və deməli, gəlib Niftalı gilin darvazasına. Onlar ya fikirləşirdilər ki, ya bu dəsə kimlərdənsə qaçıb bura gəlib və s. Amma həmin gəlmə mürşid deyirdi ki, mən qaçqınam və qaçqın olduğu üçün də onlar ona sahib çıxmalıdırlar. Amma əsərdə qeyd olunur ki, Niftalı Koxanın atası mürşidin gözlərindən şübhələnmişdi. Amma daha yazığı gəldiyi üçün bunu götürmüşdülər evə. Mürşid də ev işlərində, ev məsələlərində malqaraya gedərdi, ev işlərini görərdi. Atası rəhmətə gedəndən sonra isə Niftalı Koxa mürşidə torpaq alır, ev tikir, malqara verir, at verir, hətta qohum qızlardan biri ilə evləndirir. Bir müddət sonra isə mürşidin ayağı açılır, maddi cəhətdən inkişaf edir və gedir Gəncəyə, Tiflisə və s. Aradan belə bir zaman keçir. Deməli, burada biz testdə düşən hansı məqamlara fikir verməliyik? Deməli, mürşidlə Niftalı Koxanın uşaqlığı bir yerdə keçib və də qardaş kimi böyüyüblər. İkinci məqam nədir? Mürşidə ümumiyyətlə əmlak verən və onu evləndirən Niftalının atası yox, Niftalı özü olub. İndi mürşid də əlinə imkan keçəndən sonra biraz necə deyirlər, qudurub və başlayıb ailəsini incitməyə. Həyat yoldaşının ümumiyyətlə yanına gəlmirmiş, həftələrlə gəlmirmiş, sonra həyat yoldaşını incidirmiş. Bu da Niftalı Koxanın qulağına çatandan sonra Niftalı Koxa ona xəbər göndərib. Deyib ki, yəni yanıma gəlsin. Amma mürşid bu xəbərlə necə deyirlər, xəbərə ciddi yanaşmayıb və əməl etməyib. Günlərin bir günü mürşidlə Niftalı Koxa qarşı-qarşıya gəlirlər. Niftalı Koxa ona söz deyir, mürşid cavab qaytarır və s. Amma axırda elə cavablar qaytarır ki, Niftalı Koxa qəzəblənir və başlayır qamçısı ilə mürşidi atın üstünə vurmağa. Mürşid atdan düşür yerə və Niftalı Koxa onu vurmaq istəyəndə mürşid başlayır yalvarmağa. Yəni, Niftalı Koxa indi mərhəməti gəlir deyə mürşidi buraxır. Yəni, mürşid qaçanda bunun heyfini Niftalı alacağına qışqıraraq söz verir və dediyimiz kimi ona görə idi ki, Niftalı Koxa kətdə olanda ehtiyat edirdi, təbiətdə olanda xüsusən də. Çünki mürşidin namərd olduğunu bilirdi və bilirdi ki, o burada olanda mürşid onu vura bilər. Deməli, günlərin həmin əsnada da məsələn gəlir çay qırağına, istəyir ki, ayaqlarını yusun və həmin ərəfədə o cırcıramaların səsidir, təbiətin səsidir. Bu qəbristanlıqdan yuxarı bükürdən qəbristanlığa qalxan atların səsini bu səslərə görə eşitmir. Bir də görür ki, arxadan kürəyindən atəş açılır, atəş gəlir, kürəyindən vurulur, düz ürəyinə kimi həmin güllə gəlir və Niftalı Koxa yerə uzanır. Bir də mürşid, təbii ki, vuranın mürşid olduğunu oxucu bilir.
Kərəm gəlir Niftalı Koxanın yanına, Niftalı Koxanı alır dizləri üstə. Niftalı Koxa Kərəmi görəndə, indi özü müəyyən müddət sonra özünə gələndə görəndə ki, qarşısındakı Kərəmdir, sevinir. İndi biz fikirləşirik ki, niyə sevinir Kərəmi görəndə? Çünki Niftalı Koxa bilirdi ki, onu vuran mürşüddür və heç bir kişi istəməz ki, onun ölümü namərd əli ilə olsun. Məsələn, hərdən el arasında bir zarafat var ya, deyir, məsələn, adam maşın vuranda da gərək yaxşı maşın vursun, deməsinlər ki, adam Prius vurdu, adam öldü. Yəni, bu da belə bir şeydir. Yəni, Niftalı Koxanı mürşid öldürsəydi, bu Niftalı Koxa üçün faciə idi. Yəni, mürşid adı bir gəlmənin belə bir kişini öldürməsi, necə deyək, bu kişi üçün ağır bir şeydir. Ona görə də Kərəm onun aldığı dizləri üstə və Niftalı Koxa ona sevinirdi ki, ən azı Kərəmin əli ilə ölə bilər. Kərəm bilirdi ki, Niftalı Koxanı mürşid öldürüb, ona görə də istədi mürşidi öldürsün. Amma fikirləşdi ki, onsuz da əlini boş adama görə qana bulamağa ehtiyac yoxdur. Onsuz da mürşidi Niftalının yaxınları öldürəcəklər, adamı, yəni onu boş buraxmayacaqlar. Bu səbəbdən də mürşidin atını alır, silahını alırlar, qovurlar mürşidi. Və əsərin sonlarına yaxın Niftalı Koxa Kərəmdən xahiş edir ki, silahını çıxarsın və onu vursun. Çünki istirdi ki, Kərəmin əli ilə ölsün. Çünki bilirdi, Kərəmə bələdir və eyni zamanda o Kərəmlə uşaqlıq dostu idi. Dostu və eyni zamanda sirdaş olmuşdular. Bunlar önəmli məqamlardır. Çünki testdə biz oxşarlıq xüsusiyyətlərində uşaqlıq dostu və sirdaşı Kərəm götürməliyik. Və Kərəm də çox çətin bir seçim qarşısında qalır, amma Niftalının gözlərinin içindəki o intizarı görəndə artıq məcbur olur və Niftalını vurmaq qərarına gəlir. Daha sonra isə fikirləşir ki, Niftalının cəsədini götürsünlər, kəndlərinə aparsınlar. Amma təbii ki, o Niftalının cəsədini kəndə aparanda Kərəm qaçaq olduğu üçün onu satan da olacaqdı orada, hətta onlara silah da çəkə bilərdilər. Amma Kərəm inanmırdı ki, kənd cəmaatı qeyrətli olduğu üçün belə hərəkət eləsinlər. Qərara gəlir ki, silahları atların yəhərindən alsınlar və getsinlər kəndə. 3 gün orada qalacaqdılar, Niftalının 3-ünü yola verib, ondan sonra yenə də dağlara qayıdacaqdılar. Ümumiyyətlə, əsərdə Niftalı Kərəmin əli ilə ölür və əsərimiz sonlanır. Əsərin ideyası da dediyimiz kimi mərdlik və namərdlik mövzusundadır. Yəni, buradan bir çox ideya çıxartmaq olar. Və əsərimizdə oxşarlığı olan xüsusiyyətlər hansılardır? Oxşarlığı olan obrazlarımız kimlərdir? Və Niftalı ilə Kərəmi biz oxşar xüsusiyyətləri çoxdur. Hər ikisi, məsələn, mərddir. Hər ikisi kişilik anlayışının nə olduğunu bilirlər. Hər ikisi vətəninə, elinə, obasına bağlıdırlar. İndi deyəcəksiniz ki, müəllim, Niftalı Koxa bəs niyə belə hərəkət edir? Çünki onun vəzifəsi koxalıqdır və zaten o bilirdi ki, bu vəzifəni onun boynuna qoyublarsa, o buna məcburi şəkildə əməl etməlidir. Amma dediyimiz kimi, yəni hər ikisinin ortaq xüsusiyyətini biz kişilik və mərdliyi götürə bilərik. Əsərimizdə namərd obraz mürşiddir və mürşid dediyimiz kimi uşaqlıqda gəlmişdi. Hardan gəldiyi bəlli deyildi. Adının da mürşid olduğu özü demişdi. Bəlkə adı da mürşid deyildi. Və ona görə də əsərdə mürşid Kərəmlə Niftalının tam tərsidir. Əsəri kitabdan da oxuya bilərsiniz. Mən burada bu qeydləri bir də yuxarıdan aşağı sürüşdürəcəm. Sizin üçün önəmli olan məqamları buradan götürə bilərsiniz. Daha sonra isə əsər haqqında, forma xüsusiyyətləri haqqında da məlumat vermək lazımdır. Yadda saxlayaq ki, əsərimiz epik növdədir və hekayə janrındadır. Bu arada Azərbaycan ədəbiyyatında İsmail Şıxlı mənim ən sevdiyim yazarlardandır. Elə başında durur ən sevdiyim yazarların. Çünki əsərləri çox dərin və incədir. Adı Xırda bir hekayədir. Orijinaldan da oxuya bilərsiniz. Xırda bir hekayədə o qədər bədi təsvir ifadə vasitələri gözəl işlənilib ki, adam hekayəni oxuyanda forma xüsusiyyətlərinə heyran qalır. Belə əziz şagirdlər, videonu izləməyi və digər videoları keçid etməyi, eyni zamanda videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik özünüzə yaxşı baxın.